Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Xoş qəsəbəsində, yəni Paşdavo kimi tanıdığımız ərazidə 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 3 otaq, 2 otağa düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Üçüncü otaq belə deyimdə sizə, orada həm mətbəx kimi, böyük bir mətbəx kimi də istifadə etmək mümkündür. Eyni zamanda otaq kimi, bax, bura hal-hazırda otaqlardan biridir. Pəncərənin arxasında deməli olan ərazi açıq tipli balkonudur. Polu splaşlı taxtadır, yəni başqa material deyil, möhkəmdir. Bura otaqlardan biridir, 2-ci mərtəbədir. Qiyməti 57.000 manatdır. Mən bildiyimə görə qiymətində savsiyən bir balaca razılaşma olmalıdır. Qapısı dəmirdir, Leningrad proyektlidir. Bax, bura bildiyiniz kimi Leningrad proyektlidə, yəni podyezlər geniş olur, təmiz olur. Bax, bu hamı üçün, yəni hamı bilir bunu. Bax, bu cür dedim. İndi isə mən ikinci otağa keçirəm. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqı gedən sənəddir. Bundan başqa ipoteka yararlıdır. Hal-hazırda ən böyük otağı görürəm. Otaqların, yəni bildiyiniz kimi, bax, bu deməli Leningrad proyektli 2 otaqlı mənzillərdən biri savsiyən böyük olur. Təxminən 4-ün 6-ya, ikincisi isə 4-ün 4-dədir. Bura ən böyük otaqdır. Bax, bu gördüyünüz kimi, deməli balkon ən böyük otağa birləşdirilib. Bildiyiniz kimi Xoş qəsəbəsində deməli 37 nömrəli orta məktəb yerləşir. Həmin məktəbin yanında uşaq bağçasıdır. Bundan başqa 6 və 7 nömrəli təzə marşrutlardır. Ancaq mən bugün şəxsən deməli 10 nömrəli marşrutu gördüm. Hal-hazırda konkretni haradan onu bilirəm ki, Konecnasının axırıncı astanovkası dayanacağı Paşdavoydur. Burası hamamıdır. Bax, bu cürdür, necə görürsünüz. Demək olar ki, bəzi yerləri nəzərə almasaq, yəni mən yuxarıdakı, bax, o bir balaca yeri, qaralmış yeri nəzərdə alıram. Mənzil həqiqətən əla və keyfiyyətli təmir olunub. Burası, bax, bu zonadır. İnsə mətbəğinə, eyni zamanda 3-cü otağa keçirəm. Mənə elə gəlir ki, 9A-nın əvəzinə 10 nömrəli marşrut işləməlidir. İndi hamının yaxın günlərdə, hamının bu haqda məlumat olacaq. Burası, bax, vaxtı ilə mətbəq olub. İndi isə mətbəq otaq kimi istifadə olunur. Eyni zamanda, bax, bura deməli mətbəğidir. Mətbəx mebeli evdə qalır. Bunun arxasında, deməli qapının arxasında dediyim kimi açıq tipli deməli balkondur. Qiyməti 57.000 manatdır qiymətində. Mən bildiyimə görə savsiyən bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.